Elə cür qəşəng necə şirin, seçibdi özünə görə vip qızın birin. Və tema başqadır, göz qaşları yeyir məni diri-diri onun baxışları və onun naxışları. Tatu tək ürəyi qoruyur hər iki tərəfdə mələk. Xəsiyyəti budur, o bilir ki gözəldir, ona görə ilk baxışdan mənim ürəyimdədir. Qara yanızdır şipşirin, mənim adımdan o qıza bildirin ki hey sapı çatıbdı və söyləyin ki qırmızı kupə aşağıda onu gözləyir. Qara yanızdır şipşirin, mənim adımdan o qıza bildirin ki hey sapı çatıbdı və söyləyin ki qırmızı kupə aşağıda onu gözləyir. Hə elə. Zara, Sən hələ durmamısan, bacı qurban? Durmuşam. Durmaq nədir? Uca yoldayım, gəlirəm. bəsdir də Zara, sən Allah əl çək bu variantlarından. Bacı qurban, eşidirsən məni? Bax, bugün 2 dəfə müəllim səni soruşub, Zara. Yaxşı, imkan ver. Gəlirəm. Yaxşı, hələlik, paka, görüşərik bacı qurban. Ata, dur da yata. Kim gelir? Dur. Deyəm 5 dəqiqədə yatım. Yine 5 dakika. Onu da bırak şeylere. Sən nə vaxt özün kişi eləyə bilərsən? Sen boyda olanda. Gəl. Ata, mən də Instagram'da. Instagram nədir? Sen de heç nə bilmirsən. Yer az danış. Ata. Fərdi mənə dedi ki, atlar uşaq tağa bilməz. Fərdə kimdir? Məktəbdə dostumdur. Bərəkallah. Siz məktəbdə belə söhbətlər eləyirsiniz? Mən ondan soruşdum ki, sən atan doğu bana. O da mənə dedi ki, atlar uşaq doğa bilməz. Yalnız analar doğa bilər. Mənim çalam yoxdur. Məni kim doğub? Dur, tələsirik. Yenə heç nə demədin, ha, söhbət fırlatdın. Bəli, doktor. Salam Ədalət. Vaxtımız azalır, səndən də bir xəbər çıxmadı qardaş. Sizi başa düşürəm. Doktor, mənə biraz da vaxt ver. İnanın ki, 20.000 dollara görə evə satlığa qoymuşam. İnanın, bir nəfər də maraqlanmır evimə. Başa düşürəm sən Ədalət. Amma nəzər al ki, vaxtı mən təyin eləmirəm. Hələ ki ümidi var. Bir həftədən sonra əlimdən heç nə gəlməyəcək. Sadəcə istədim səni xəbərdar edim. Yaxşı, doktor, mən sinələri saxlayaram. Özləyəcəm. Ata, gəlmirsən?
Boynum ağrıyır. Başın heç nə olmayıb? Əzilməmisən? Yox. Vəşi sən az! Asta sür da bunu! Valla mən asta sürürdüm. Asta sürürdüm. Qalx, yavaş yavaş. Xəstəxanaya aparaq da. Yaxşısan Polad, kişi deyilik. Fərdə sənsən? Hə. Ata, lazım deyil. Hə elə. Çatırsan bacı qurban? Yox, mən uşaq vurmuşam. Öldü? Yox, çox şükür ölməyib. Amma yaralıdır. Narahat olma bacı qurban. Eşidirsən məni Zara? Çalış jurnalistlər bilməsin. Mən sənə zəng eləyəcəm, yaxşı? Yaxşı. Oldu. Nəsə bir xəbər var? Yox. Siz məni tanıdınız? Tanımalıydım ki. Kimsən ki sən? Tanımadıqsa da avtobiyografiyamı deyəsi deyiləm ki. Nə xəbər doktor? Zara xanım, mən heç bilməzdim ki, sizin belə böyük oğlunuz var. Doktor, sizdən çox xahiş edirəm. Siz Allah bu hadisədən jurnalistlərin xəbəri olmasın da. Əşi, narahat olmayın. Mən heç imkan verirəm jurnalistlər bizim xəstəxanaya gəlsin. Çox sağ olun. Bir dəqiqə. Nə jurnalist, nə xəbər? Sən məni də görüm oğlum necədir? Bu resepti götürün, aşağı aptekdən dərmanları alarsınız. Amma məsləhət görərdim ki, bu axşam burada qalsın. Buyurun. Çox sağ olun. Özüm alaram. Salam. Siz Zara xanımsınız? Aha, Olar sizdən bir şəkil çəkdirmək? əlbəttə. Çox sağ olun. Dəyməz. Sağ olun. Salam. Nə qədər? Buyurun bana. Buradan çıxın. Gəl özünə kosmetik alarsan. Sağ ol. Sən nə kölgə kimi mənim arxamca düşmüsən ki? Hara gedim? Cəhənnəmə get, xarabana get, nə düşmüsən arxamca? Sən niyə belə kobudsan? Lənət şeytana, get işinlə məşğul olsan canım. Qoy görüm uşağın vəziyyəti necə olur, ondan sonra gedərəm hara desən. Qorxursan birdən polisə verirəm sən, ha? Zara, sənə nə olub? Niyə vura bilmirsən? Sən ki quşu gözündən vurardın. Nə bilim,
Fikrimi toplaya bilmirəm. Uşağa görə Çox narahatam. Heç özümə gələ bilmirəm. uşaq ki sağ-salamatdır. O bağ evi var idi ya. Gedək onu alaq. İnan ki, heç o ayda deyiləm. Başqa vaxt gəlib baxarıq, olar? Onda gedək yemək yeyək. İştahım yoxdur. Mən gedib dincəlsəm yaxşıdır. Yaxşı. Zara. Heç nə yaddan çıxartmadın? Sağ ol usta. Allah razı olsun. Sən burada nə edirsən? Gəlmişdim uşağa dəyməyə. Gəlmə. Ədiş gəldin? Buna da Xala olub da. bunu kim alıb? Onu da xala alıb. Tün gecə uşağı tək qoymuşdum. Sənə nə var? Anası nigaran qalmadı, bəs. Soruşmadı, bütün gecə uşaqla bir yerdə harda olmusan? Nəysə, həkimlər nə deyir? Nə fərqi var sənə? Yaxşı da, yekə adamsan. Adam kimi sual verirəm axı sənə. Elə bil ki, mən qəsdən eləmişəm. İşinlə məşğul ol. Xala, bəs sən məni zor parka aparmırdın? Əlbəttə aparacam. Mən apararam səni zooparka. Xeyr, özüm aparacam. Sən bunu zooparka aparsan, mən dəvə kimi qışqıraram. Ata, bu kengurudur. Yo, bu dəvədir. Kenguruya oxşayır axı. Kenguru ayrı bu ayrı. Görmürsən bu böyükdür. Hə, onda bu yəqin kengurunun atasıdır. Yo, bu başqa şeydir. Sən ayı görmüsən? Yox, Görmək istəyirsən? istəyirəm. Düzdür, aramızda bəzi ayılar var. Amma yenə də gedək mən sənə göstərim. O başqa ayıdır. Bu mənə aid idi.
Ay qız cavab ver də. Bu zəhrimar telefona cavab ver də. Dəli eləyəcək bu qız axırda məni. Elya, efirə 5 dəqiqə var. Harda qaldı bu qız? Gəlməli idi vallahi. İndi harda olsa gələr. Telefona da cavab vermir, yəqin yoldadır. Bunlar həmişə belə olur da. Əvvəlcə sənə ağız açırlar, yalvarırlar, sonra da saymırlar. Nə danışırsan? Boğaram onu. İncimə Elya, bu qədər gözləyə bilmərik. Cavab verdi ay qız. Mən axırda dəli olacağam. Bəli, hörmətli tamaşaçılar, bugünkü verilişimizin mövzusu aktrisalarımızın şəxsi həyatı və karyerasına bağlıdır. Ancaq verilişimizin yarım saatdır başlamağına baxmayaraq bizim qonağımız Zarina xanım gəlib çıxmayıb. O nədən gəlməyib, niyə gecikib və ya niyə gəlməyəcək? Bunların hamısını bilmək istəyirsinizsə, biraz yaxın əyləşin. Reklamlardan sonra davam edəcəyik. Oy, müəllim. Ay Allah, mən nə cavab verim? Vaxtsa evim yıxıldı. Bəli, müəllim. Elə bu nə deməkdir? Vallahi bilmirəm, müəllim. 2 saatdır zəng edirəm. Telefonuma da cavab vermir. Mən də 2 dəfə zəng vurmuşam ona, telefonu açmır. Bilirəm, müəllim. Bu nə oyunda oynayırsınız? Allah eləməsin, müəllim. Nə danışırsınız? Bura bax. Mən belə gizlanpaç oyunları xoşlamıram ha. Mən qələt eləyərəm, müəllim. Nə danışırsınız? Mən bir ətək pul qoymuşam. Düzdür. Sabah səhər ofisdə. Yaxşı, müəllim. Sən burada nə edirsən, hə? Qapını nə qədər döydüm, gördüm açan yoxdur. Baxdım ki, qapı aralı qalıb, keçdim içəri, oturdum mən də. Məscidin qapısı açıq olandan onlar itin özündə abır olmalıdır. Başa düşmədim. Mən itəm, bəyəm? Mən nə bilim. Nəyə gəlmisən? Heç nə. Sizi evə düşürdəndən sonra getdim evə, gördüm ki, öz evimin açarlarını itirmişəm. Məcbur qaldım, gəldim bura. İtirmisən də. Mənə nə? Necə yəni mənə nə? Küçədə qalmalıydım. Bir də ki, adam gecə evinə gələn qonağı yəni belə soyuq qarşılayar. Lənət sənə, kör şeytan. Oteldir bura. Çəkmə o zəhrimarı, uşağa pis təsir eləyir. Narahat olma. Elektronludur. Nəyə gəlmisən sən? Nə işləyirsən sən? Nə işlə məşğulsan yəni ki? Sənə nə? Harda işləyirsən? Yəni ki, maklerizatsan? Nə makler? O hardan ağlıma gəldi? Nə bilim. Burada kağızların üstünə yazılıb ev satılır zat. Dedim yəqin ola bilər də. Başqa adam evi də olur. Sən zərgərsən. Yox. Qaş, bəlkə dənəm. Doğrudan? Yox, yalandan. Zarafatın var səninlə. Mənim bu üzüyümün qaşı boşalıb. Bunu bəlkə də bilərsən. Sənə zəhmət. Bunu arasa çırpmısan? Hardan bildin? Necə hardan bildin? İşim budur da. Qalsın baxaram. Çoxdan da tək yaşayırsan? Sənə nə var? Nə bilim. Evdəki oyuncaqların çoxluğu biraz qəribə gəldi. Uşaqdır da istəyib almışam.
Çox maraqlıdır. Sən özün nə istəyirsən görəsən? Ədiş. Ay Ədiş. Bay xala, sən hələ getməmisən? Getmişdim, amma sənin üçün darıxdım, yenə gəldim. Uşağı da durğuzdu nə yuxudan. Ata şirin çay istəyirəm. Gözdə gətirirəm, iç amma sonra get yat. Yaxşı. Sən mənim masamı görmüsən? Bəs sən mənim öz maşınımı görmüsən? Yox. Görmək istəyirsən? Hə. Sürmək istəyirsən? Gedək öyrədim sür. Verərsən sürü. Niyə vermirəm ki? Uşağa niyə yalan danışırsan? Səndən sonra bütün gün başımı xarab eləyəcək. Kim dedi ki yalan deyirəm? Nə olub, nəyə baxırsan? Ərin ana. Ərim? Çox qəribə bir sual. Ərim olsaydı sənin yanında nə etmazmışdı? Bu nə sualı verirsən mənə? Nə bilim, sual da verdim. Bəs niyə elə getmirsən? Gecə-gecə ərə verməyə çalışırsan məni? Bu nə suallardır? Bəs sən? Nə mən? Sən niyə təksən? Özdə uşaqla. Yatdı bu. Gecə yarı oldu. Bu niyə işləmir? Bateriyasını salmışım uşağın maşınına, yəqin ona görə. Başa düşdüm. Bəs evdə televizor işləməyəndə ürəyin sıxılmır? Mən televizora baxmıram. Deyirəm, gecə yarı oldu, yəni yatmaq vaxtıdır. Belə tez yatırsan? Uşağa görə. Uşaq tez yatır, öyrəşmişəm onun rejiminə. Yuxun gəlir, get yat. Mən gec yatıram. Başa düşmədim, sən burada qalmaq istəyirsən ki? Nədir, qovursan məni? Dedim axı evin açarını itirmişəm. Yox, qovmuram birdən. Nigaran qalarlar da. Kim? Nə bilim, məsəl üçün ərin. Yaxşı, yeri get yat. Yox, indi sən evinə çağırılan tapana qədər burada qalassan. Ölmürəm sənin evin üçün. Səhər eləyə zəng eləyərəm, gətirər zapas açarı. Gecəni bu vaxtı yığmaq istəmirəm. Yaxşı, heç olmasa bir şey verim. Üstü ört. Ver. Gecən xeyrə. Axmaq. Ay qız cavab ver də, bu zəhirmar telefona cavab ver.
Heyvan. Hələ. Zara, sən hələ durmamısan? Durmuşam. Zara, bacı qurban. Bax get ha ofisə, yaxşı, Zara. Eşidirsən məni, Zara? Yoldayam, gedirəm. Axşam da ad günümdür də, yadından çıxmasın. Bir də yadından çıxar ha, bacı qurban. Yadımdadır, narahat olma. Görüm də bacışqam mənə nə hədiyyə alacaq. Ну ладно, пока öpürəm. Пока, Zarıçka, пока. Sabahın xeyir. Əyni və paltarcıya uşaq çıxıb görməsin, ayıbdır. Uşaq yatıb da onsuz da. Deyirəm qəribə adam səni. Nə adını bilirəm, nə familiyanı bilirəm. Nə ümumiyyətlə mənim evimdə nə gəzirsən onu bilirəm. Sən güya məni tanımırsan? Hə? Güya məni tanımırsan sən? Yox. Dolama məni. Vallahi tanımıram. Doğrudan tanımırsan sən məni? Deyəsən vəkər qalmısan, deyirəm tanımıram da. Yaxşı, bəs onda niyə tanış olmursan? Ədiş, ədalət. Zara. Lap yaxşı. Deyirəm nə tez tanış olduğu. Amma mənə elə gəlir ki, 2 gündən sonra sən mənim adımı unudacaqsan. Ola bilər. Hərdən öz adım da yadımdan çıxır. Üzr istəyirəm. Alo. Mən səni çox gözləyəcəm. Hı? 1-2 saat oradayam. Gəl. Yaxşı, mən gedirəm. Bir balaca işlərim var. Yaxşı, getdə, nə deyirəm ki? Bəlkə nəsə deyəsən? İnan ki, nəsə desən, çox şey dəyişmiş olarsan. Sən... Sən çox qəliz danışırsan, mən heç nə başa düşə bilmirəm. Bir söz de, bir cümlə, bir misra, nə bilim. Mən uzun zamandır qadınlarla diyalog qura bilmirəm. Neyinirsiniz? Öpüşürdünüz? Mənə gic-gic danışsan, nə öpüşmək? Öpüşürdünüz. Elbis orada görmüşəm. Gic-gic danışma, nə öpüşmək? Yaxşı, kim gəlir? Nə gülsün, kim özünü fikirləmişsiniz? Yaxşı, gəl. Biabır elədin məni. Biabır oldum. Ad günün mübarək. Çox sağ olun müəllim. Amma vallahi ehtiyac yox idi müəllim. Elə demə, elə. Hamının hər zaman pula ehtiyacı var.
Bax, mənim pulum olmasaydı, sən indi burada oturmazdın. Gəlmək olar? Nə desəz haqlısınız. Bilirəm, günahkaram. Amma hardasa məni də başa düşmək olar. O uşağa görə çox narahat idim. Bütün gün evdə yatıb qalmışam. Gördünüz müəllim? Mən sizə deyən məsələdir. Siz də mənə inanmırdınız. Mən yazıq nə deyirəm ki? Mən bilirəm Zara mənimlə oyun oynamaz. Çünki o yaxşı bilir ki, onun dişləmək istədiyi adam onu diri-diri udar. Nəysə, gəlin əhvalımızı korlamayaq, sənin bugün ad günündür. Axşam gedirsiniz bizim obyektə, tapşırmışam. Ay, çox sağ olun müəllim, Allah sizdən razı olsun. Allah sizi bizim başımızdan əskik eləməsin müəllim. Allah sizin ruzunuzu 1000 dəfə artıq eləsin. Allah sizdən razı olsun müəllim. Elə. Allah... Gedə bilərsən. Hə, düz deyirsiniz. İcazənizlə mən gedim müəllim. Get. Sağ olun müəllim. Allah sizdən razı olsun. Get. Allah ruzunuzu 1000 dəfə başınızdan Get töksün. elə. Allah sizi Ay bizim qız, üstün get. sağ olun. Həyatda mən hər şeyə zorla sahib olmuşam. Amma sənə kişi kimi sahib olmaq istəyirəm. 3 ildir mənim yanımdasan. Mən sənə görə ailəmdən ayrılmışam. Ona görə də münasibətlərimizi rəsmiləşdirmək vaxtıdır. İndi dur get, qonaqlarım gələcək. Zara. İtib batma. Nə oldu bacı qurban? Nə dedi müəllim? Çox əsəbləşdi. Məndən bir söz demədi bacı qurban. Görsən inciməyib mənə, hə bacı qurban. Nə dedi? Elə bəsdir, bir sus. Nəysə, mən gedirəm. Axşam ad günü görüşərik. Nə olub bu qıza 2 gündür? Yox. Bu uşaq məsələsi deyil. Mənə də elə deyərlər. Sən niyə həmişə çöl qapını açıq qoyursan? Lənət sənə kör şeytan. Sənin evin eşin yoxdur. Nə var? Bu boyda telefonda cəmi 2 dənə nömrə var. Həmişə danışdığım adamlardır. Kimlərdir ki? Sənə nə var? Heç. Elə belə soruşdum. Uşaq hardadır? Uşaq. Nankasın yanında. Nə yaxşı. Nə yaxşı. Öldürmüsən, Balkona çıxıram, çay içəcəm. İçirdim onu mən.
Girdim yarın bahçası çiçeklere. Girdim yarın bahçası çiçeklere. Salam. Salam. Siz o televizordakı Müğəni xanımsınız. Aktrisa. Aha. Burada nə yiyirsiniz? Mən Aha. oğurluğa gəlmişəm. Gəlmişəm ki, sizin bu qonşunu oğurluyum. Öz aramızdır. Heç o qədər də qəşəng deyilsiniz. Öz aramızdır. Yaman qonşum var ha. Nə qonşu? Qapı bir qonşumu deyirəm də. Aa. Yaxşı qızdı. Yazığınları 5 il bundan qabaq Rusiya işləməyə gedib. Hələ də xəbər yoxdur. Bu yazıqda bir uşaqla tək qalır. Doğrudan ütüm onda, ütünü alım. Özünün ütüsü yoxdur ki, səndən ütü aparır. Kasıb qadındır da, yəqin yoxdur. Onsuz da bir şey lazım olan kimi məndən istəyir. Nə bilim, fen, ütü, süpürgə. Hə, hələ bunun süpürgəsi də yoxdur. Yox da yəqin. Əzizim, onun balkonunda 3 cüt süpürgə var. Keçən həftədən mənə deyir, istəncəm, evi yığışdırım, paltarımı yuyum, yeməyi bişirim. Mən də razılaşmadım. Necə yan 3 dənə süpürgəsi var? Ona sənin süpürgən lazım deyil. Ona başqa şey lazımdır. Estağfurullah. Görmürsən həmişə alt paltarların sən tərəfdən asır? Yox, abırlı qızdır o. Deyirsən yəni, bunu qəsdən eləyib? Özü də ölür səndən ötürü. Boy. Bayaq balkonda az qaldı ki, məni gözləri ilə döysün. Elə nifrətlə baxırdı ki, elə bir ərini əlindən almışam. Lənət şeytana. Neysə, dur məndən gedək. Hara? Eliyanın ad gününə. Eliya kimdir? Mənim köməkçim. Vay. Sənin köməkçin də var. Sən nə işlə məşğulsan ki? Az artist elə. Dur gedək görəcəksən. Mənim nə itimaz bu Eliyanın ad günündə? Getmirsən də yəni, hə? Əlbəttə yox. Zara bax, Allahın dostu indidən deyirəm. Orada cici hərəkətlər eləsən, qoluma girəsən, nə bilim belə sürtüşmələr, zadlar, belə şeylər eləmə, çox xahiş edirəm. Mənim başım belə şeylər götürmür. Sən nənəmi? Özü ilə aparırsan, elə bir Brad Pitt zatsan sən də. Brad Pitt kimdir? Brad Pitt? Brad Pitt də aktyor. Tanımırsan? Ya. Bu arvad duxusu mənə niyə vurursan? O arvad duxusu deyil əzizim. O uniseksdir. Nədir? Unisex. Qurban olmuş, söymə də, seks, nə bilim nə, ayıb deyə. Vallahi ayıbdır Zara.
Ədiş, sən nə gündəsən? Nə olub ki? Neysə. Çatdıq. Sağda bir saxla. Ha. Hələ səhərə qədər vaxtım bol. Hələ səhərə qədər vaxtım bol. Gər bugün hər salaq dəliqanlı yaxınlıqdan. Bütün rəfiqələrin partlasın baxıllıqdan. Evə getmək lazımdır sözünü yaddan çıxar. Bütün gizli hissləri gəl yanımda oya. Qorxma məni nazınla yorma. Artıq salmışam torma. Hələ çox qalacaqsan orada. Və sonda sən ancaq mənim istərsən olmaq. Bu hissdən olmur doyma. Qurban olaram Zara. Necəsən bacı qurban? Təbrik eləyirəm, ad günün mübarək. Çox sağ ol bacı qurban. Təşəkkür eləyirəm. Hə, bu arada Ədiş, Eliya tanış olun. Eliya. Bacı qurban yer saxlamışam. Keçin əyləşin. Ay qız. Bu kimdir o? Bacı qurban sən məndən xəbərsiz nə işlər çevirirsən? Zara, mənim görsə bilirsən də nə edir? Eliya, heç nə vecimə deyil. Amma öz aramızdır. O simpatikdir ya. Nə deyirsən, hə? Yaxşı. Az danış, get afisant çağır. İçmək istəyir. Hə, gedim də. Doyma, amma heç yerə tələsmə. Hələ səhərə qədər vaxtım bol. 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 Hələ səhərə qədər vaxtım bol. 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 Hələ səhərə qədər vaxtım bol. And I want you to be mine. Salam, xoş gəlmisiniz. Zara xanım nə istəyirsiniz? Mənə həmişəkindən olsun, zəhmət olmasa. Bəs siz? Çay var. Xeyr, bizdə çay olmur. İsti su. Bəli. Gəç zəhmət olmasın. Xoş. Bəlkə nərd gətirsinlər, bir tas nərd vuraq. Daha keçib, çayxana zaddır bura. Çay. Xoşbə gəlmir gedim. Yaxşı, qız kimi naz eləmə. Rest your head, close your eyes, you are right. Just lay down to my side. Do you feel my heat on your skin? Take off your clothes, blow up the fire. Don't be so shy, you're right, you're right. Take off my clothes, oh bless me Father. Don't ask me why, you're right, you're right. Hold my step, I'm in command. Can you feel my hips in your hands? And I'm laying down by your side. I taste the sweet of your skin. Take off your clothes, blow up the fire. Don't be so shy. Zara'nı çoxdan tanıyırsan sən? Yox, təzə. Sevgilisiz siz? Nə? Deyirəm sevgilisiz siz? Allah eləməsin. Allah eləməsin. Onda yanda nə gəzsən? Vallahi özüm də bilmirəm. And my heart just race so much faster.
I drown myself in your holy water, and both my eyes just got so much brighter. And I saw God, oh, he's so much closer. In the dark, I see your smile. Do you feel my heat on my skin? Take off your clothes, blow out the fire. Don't be so shy. You're right, you're right. Take off my clothes. Oh, bless me, Father. Don't ask me why. You're right, you're right. Take off my clothes, blow out the fire. Don't be so shy. You're right, you're right. Take off my clothes and bless me. Axşam xeyir doktor. Telefonum söndü, başqasının nömrəsindən yığıram. Başa düşdüm. Bu qısa gündə necə olur olsun həll edəcəm. Sağ ol. Burada nə edirsən? Mən də bayaqdan səni axtarıram. Zəh gəldi mənə, telefonum söndü. Bağışda səndən xəbərsiz. Baxdım, telefonumun kodu yoxdur bağışda. İcazəsiz danışdım. İçərdəyim mən. Zara, sən nə edirsən? Nə edirəm ki? Kimdir bu oğlan? Nədir? Olmaya xoşun gəlib? Heç bilirsən müəllim bilsə nə olar Zara? Nə olar? Hər şey bitər Zara. Hər şey bitər. Bəsdir də Elya. Bütün gün müəllim elə deyir, müəllim belə deyir. Sən həyatında bir dəfə öz müəllim və müəllim demisən? Amma bütün günü Zara müəllim elə istəyir, Zara müəllim belə istəyir. Bir dəfə sual vermisən ki, Zara sən nə istəyirsən? Yox, niyə verəsən ki? Mən robot deyiləm, mən də insanam. Heç kimin köləsi deyiləm mən. Bezmişəm hər şeydən. Hamıdan bezmişəm. Lənətə gəlsin sənin müəllimin də, sənin müəllimin pulları da. Nə deyim valla? Aramızda haqlı olan biri varsa, o da sənsən. Bundan sonrasına sən qərar ver. Amma mən ona, müəllimə, nə deyəcəyimi bilmirəm. Başa düşürsün. Narahat olma. Mənə görə sənə bir pislik gəlməz. Bunu özün də bilirsən. İstəmədən xətrivə dəydim. Üstüvə qışqırdım. Bağışla. Eybi yoxdur. Yo le pedí al Dios
Sabía que eras de otro hombre, sabía que eras de otro hombre, Habibi. Nə olub? Məni rəqsə dəvət elə. Nə? Deyirəm ki, məni rəqsə dəvət elə. Camaat bizə baxır, ayıbdır, biabır eləmə məni. Baxsın da, burada biabır olması nə var ki? Bəlkə məni özünə sığışdırmırsan. Mən elə demədim. Nə? Mən elə demədim. Onda gəl. Ay qız. Ömrümdə ilk dəfədir ki, hansısa kişini rəqsə dəvət edirəm. Özümə inana bilmirəm. Camaat bizə baxır. Baxsın da, cəhənnəmə baxsın. Heç nə vecimə deyil. İçmisən özündə deyilsən sən. İçmişəm, yaxşı eləmişəm. Özüm bilərəm. Eşidirsiniz? Mən içmişəm, yaxşı eləmişəm. Kiməsə dəxlisi var? Həyat mənim deyil, mən bilərəm. Sənin də heç bir kişilərdən fərqin yoxdur. Başa düşdün? Bildin? Nəyə baxırsınız? Maraqlıdır, hə? Çox maraqlıdır, hə? Mən batdım. Suallar içinde düştüm kümana, kalbimi azdırıp saldın dumana. Gözlerin gizlenir bakışlarımdan, bari ellerinle cevap ver ona. Gözlerin gizlenir bakışlarımdan, bari ellerinle cevap ver ona. Seni yüreğime yazım Yasin'im, benim dostum musan yoksa sevgilim. Mənə bir dəfəlik söylə ki bilim, mənim dostumsan yoxsa sevgilim. Mənə bir dəfəlik söylə ki bilim, mənim dostumsan yoxsa sevgilim. Görürsən saytlar nələr yazır. Bax, sən ol mənim yerimdə. Sən de, mən də eləyim. Neyniyərsən? Elə. Vallahi nə desəz haqlısınız müəllim. İnanın ki, mən özüm də şokdayım.
İlk dəfədir ki, onu belə görürdüm. İnanın müəllim. Mən bilirəm nə edəcəm. Salam. Aleykümselam. Kim lazımdır? Siz. Buyurun, eşidirəm. İçəri keçmək olar? Hə, əlbəttə olar, buyurun. Kesin oturun. Çox sağ olun. Yəqin evə görə gəlmisiniz. Əvvəla özümü təqdim edeyim. Adım Səməd. Lap yaxşı. Amma mən evə görə gəlməmişəm. Nəyə görə gəlmisiniz bəs? Düzü heç bilmirəm nədən başlayım. Siz Zara xanımla çoxdan tanışsınız. Siz kimsiz? Mən kiməm? Yəqin bura gəlib çıxmışamsa, deməli özünüz başa düşməlisiniz. Məndən nə istəyirsiniz? Sizə kişi kimi bir sual verəcəm. Kişi kimi də cavab verməyinizi istəyirəm. Ondan sonra qərarımı verəcəm. Şübhəniz olmasın, buyurun. Aranızda nəsə olub? Ya, o xanımı 2 gündür tanıyıram. Uşaq əzmişdi maşından. Oradan başqa heç nə. Sizə inanıram. Amma hər halda ad gününə birgə getməyinizin səbəbi maşınla vurulma səbəbi deyil. Bilirsiniz, bizim yaş fərqimiz çoxdur. Siz yaraşıqlı olansınız. Onun məhz sizi seçməyi məni təəccübləndirmir. Amma mən də uşaq deyiləm. Azdan çoxdan o qızı tanıyıram. Biz 3 ildir bir yerdəyik. Sizinlə bu şərtlər altında görüşmək istəməzdim. Amma neyniyək? Həyat belədir. Çox şey bizdən asılı deyil. Sizə bir təklifim var. Nə təklif? Ola bilsin ki, onun sizə qarşı hissləri var. Mən bunu hiss eləyirəm. Bunu bilirəm. Amma ikimiz də kişiyik. Əsl kişi başqasının xanımına göz qoymaz. Təklifiniz? Onunla bir daha görüşmürsünüz.
Görüşmürəm, hə? Orada nə qədərdir? 10.000. $10.000 də istəyirəm. Əminəm ki, bir-birimizi başa düşdük. Bəzi münasibətlərin qiyməti $20.000-dır. Ədiş. Yaxşı, dünən bilirəm biraz köburluq eləmişəm. Üzr istəyirəm. Yaxşı da, aç qapını. Halal olsun. İlk kişisən ki, üzmə qapı bağlayırsan. Normalda mən kişiləri qapıda qoyuram. Nəyə gəlmirsən Zara? Dedim axı, üzr istəməyə gəlmişəm. Dünənki hərəkətlərimə görə bağışla. Yaxşı, Allah bağışlasın. Gedə bilərsən. Nə qız kimi naz elirsən, mənə? Mən boyda adam ayağıva gəlmişəm, sənin. Niyə Zara? Bilmirsən kiməm, nəçiyəm. Onda icazə ver yaxından tanıyım səni. Qəlbimin gözəlliyini yaxından görüm. Mən sən düşündüyün qədər də saf deyiləm. Yalan deyirsən. Mən ilk dəfədir ki, kimisə gözünə bu qədər yaxından baxıram. Gözünün içinə kimi yalan deyirsən. Yaxşı. Səməd kimdir? Sən mənə bu sualı verirsənsə, deməli kim olduğunu da yaxşı bilirsən. Amma
Bu həyat da, seçim də mənimdir. Gecdi Zara. Çox gecdi. Qorxursan Səməddən? Mən ömrüm boyu bahalı daşqaşlarla oynamışam. Amma mənim üçün ən bahalı daşqaş sən oldun. Açıq danış. Biz Səmədlə bir-birimizə söz verdik. Nə söz? O mənə 20.000 dollar verir. Və mən səninlə görüşmürəm. Deməli məni bizi satmısan? Deməli mən satdığım. Deməli mənim taleyim də, arzularım da mənə məxsus deyil, hə? Deməli anam məni doğuşdan bədbəxt doğub ki, mən başqa qadınların xoşbəxtliyinə ancaq kənardan baxım. Ömrümdə bir dəfə, cəmi bircə dəfə kiməsə vurulduğumu hiss elədim. Sən demə mənim hisslərimin qiyməti bu kağız parçalarıymış. Mən isə qalan həyatımı cəmaatın gözündəki xoşbəxt qadın kimi oynamağa davam eləməliyəm. Bağışla. Yazıqsan sən. Yazıq. Amma bilirsən, 20.000 çox az demisən. Mən o qədər ucuz deyiləm ki. Sənin istərin o qədərdir. Elə sən məni başa düşdün? Bəli, müəllim. Mən bir də belə söhbətlər eşitmək istəmirəm. Baş üstə müəllim. Zaradan gözdə qulaqda ol. Onu sənə tapşırıram. Baş üstə müəllim. Bir də ki şəhərə qayıdanda dükana tapşırmışam. Çəkiliş üçün nə lazımdırsa gedin onun üçün alın. Çox sağ olun müəllim. Çox sağ olun. Mənə vaxt ver, özümə gəlir. Mənə and ver, anidən gəlir. Mənə can ver, canımdan keçir. Mənə hay ver,
səsinə gəlir. Dərsləri belə xalana çox incitmə yaxşı. Yaxşı. Qavada çörək istəyirəm. Soğ dizdə var yersən. Olar cipsi də yeyim. Bu gün olar. Yes. Müğayyət ol. Arxayın ol. Bu gün də əməliyyat. Allah köməyin olsun. Sağ ol. Axşam xeyir doktor. Telefonum söndü, başqasının nömrəsinə qıram. Harda işləyirsən? Yəni ki, maklerizatsan? Nə makler? O hardan ağlıma gəldi? Nə bilim, burada kağızların üstünə yazılıb ev satılır zat. Dedim, yəqin ola bilər. Saat $1 milyon verir. Sən demə mənim hisslərimin qiyməti. Bu kağız parçalarıymış. Doktorla danışa bilərəm? Doğuşdan sonra təzyiqdən gözləri tutuldu. 6 ay sonra dözə bilmədi. Psixoloji travmalıdır. Hətta nə ədalətlə evli olduğunu, nə də bir oğlu olduğunu bilmir. Biz indi onun gözlərini açırıq. Hələ ki şans var. Gözləri görəndən sonra onun yaddaşını bərpa eləmək üçün başqa müalicələr lazım olacaq. Mən səni bu qədər sevməməliydim. Bilirdim cəzası ağır olacaq. Mən səni bu qədər sevməməliydim. Bilirdim bu sevgi çox ağladacaq. Mən səni bu qədər sevməməliydim. Sevgin qənim oldu mənə, qəlbimə. Mən səni bu qədər sevməməliydim. Ağrısı tuşlandı yenə qəlbimə. Mən səni bu qədər sevməməliydim. Göylərdə qısqaldı yerlərdə. İnan bilirdim alacaq qəddardır həyat. Bilirdim könlümü qoyacaq bir an.
bilirdim bu dünya əzəldən budur. Səni də alacaq tale əlimdən. Səni başqaları oxşayacaqdı. Mən dəli olanda xatirələrdə. Mən səni bu qədər sevməməliydim. Sevgin qənim oldu mənə, qəlbimə. Mən səni bu qədər sevməməliydim. Ağrısı tuşlandı yenə qəlbimə. Ben onudan uduzu nazlı şefek sanardım. Kime inanmasam da bir ona inanırdım. Kime inanmasam da ya bir ona inanırdım. Saçlarının gül ətri titreyen avucumda. İntizar bakışlarım ağlar yol ayrıcında. İntizar bakışlarım ağlar yol ayrıcında. Kimi